qidalanma. Biz deyirik ki, əgər hər hansı bir onkoloji xəstəliyi varsa, burada qidalanma maksimal dərəcədə rol oynayır. Xüsusən də ət və ət məhsullarından müəyyən bir müddətdə kənar dayanmağımız şərtdir. Ümumiyyətlə, onkoloji xəstəliklərdə şiş hüceyrələrinin xüsusiyyətlərini bugünə mən açıqlaya bilərəm və o xüsusiyyətləri biləndən sonra insanlar özləri tuta bilərlər ki, hansı qidalar və necə qidalanmalıdır. Deməli, şiş hüceyrələri olduqca zəif hüceyrələrdir. Çox atipikdir, zəifdir və tez tələf olurlar. Amma tez parçalanıb, tez böyüyürlər. Bir dənə onların cəhəti var ki, onlar tez bölünürlər deyə, ona görə onlar mənfi təsir göstərir. Deməli, onlar xüsusi kislododsuz, yəni oksigensiz şəraitdə olduqlarına görə anaerob metabolizm deyirlər. Yəni, onlar biraz dəyişilmiş formada qidalandığına görə onlar məcburdurlar 40 dəfə artıq şəkəri mənimsəsinlər. Deməli, şəkər, glukoza daxil olmadıqda onlar tələf olurlar. Bu arada sözünüzü bağlanan kəsin... Orqanizma daxil olduqda onlar tələf olurlar və istiliyə çox həssasdırlar. Qızdırma olan kimi onlar tələf olur. Bəli. Bax, bu məsələni xüsusən istəyirəm ki, bir daha da mən sözümü deyəndən sonra vurğulayaq. Hörmətli izləyicilərimiz, əlaqə nömrəmizi diqqətinizə çatdırmaq istəyirəm. 012 510 38 06. Bir daha nəzərinizə çatdırıram. 012 510 38 06. Və hal-hazırda bizi izləyən... Danışacaq, narahat olmayın. Hal-hazırda, məsələn, bizi izləyən izləyicilərimizdən bəziləri ola bilər ki, kimlərsə onkoloji xəstəlikdən əziyyət çəkən insanlar var, düzdürmü? Zəng vurub öz probleminizi bölüşə bilərsiniz. Nədir sizi narahat edən? Bax, bu məsələlərin hər birinə aydınlıq gətirəcəyik və bir çox məqamları da biz sizi yönədə bilərik inşallah. Təbii ki, peşəkar mütəxəssislərimizin sayəsində. İndi bir daha vurğulayaq. Qızdırma sayəsində... Ət məsələsinə gəldirəm ki, siz qeyd elədiniz, düz qeyd elədiniz ki, ət məhsullarını, niyə ət məhsullarını? Bəllidir ki, insan rasionunda 3 cür qidaları belə götürə bilər. Karbohidrat, piylər və zülallar. Ət həmən o züllalara məxsusdur. Lakin burada bir dənə məqamı qeyd etmək lazımdır. İnsan əti qəbul edədikdə turşulu mühit yaranır. Turşulu mühitdə isə şiş hüceyrələri daha aktiv inkişaf edir. Ümumiyyətlə, turşulu mühitdə həm viruslar, həm göbələklər, həm qurtlar, həm də şiş hüceyrələri inkişaf edir. Ona görə bir müddət o ət məhsullarından, deyək ki, 1, 2, 3 ay ərzində onlardan qidalanmasa insan, qanda qələvi mühit yaranarsa, şiş hüceyrələri həmən o qələvi mühitdə də məhv olurlar. Ümumiyyətlə, naturopatik müalicənin nöqteyi nəzərindən, hansıları ki, biz məşğul oluruq, yeri gəlmişkən qeyd edirəm ki, Xətrə xanım çox doğru vurğuladı və insanın düşüncəsi də buna təsir edir şiş xəstəlikləri müalicəsində və bizim məşğul olduğumuz inteqrativ təbabət mərkəzində yeni elm var. Neuropsixoimmunologiya. Yəni, bu göstərir ki, insanın düşüncəsi onun bədəninlə və immunitetin vəziyyətinlə sıx əlaqəlidir. Və bu haqda bir çox elmi əsərlər var, bir çox elmi araşdırmalar var ki, biz bunları tətbiq edirik artıq. İnsanın şuuru var və şuur altı